Dəqiqləşdirmək lazımdır ki, bu elan edilmiş 74 milyard dollar həqiqətən də Azərbaycanın doğrudan da rezervidirmi? Bilirsiniz, məsələn, istənilən bir vətəndaşı götürək. Həmin vətəndaşın 3000 manat məsələn borcu olsa və cibində də 5000 manat pulu olsa, o özünü 5000 manat pulu olan kimi sayacaq öz planlarını, şəxsi planlarını görəndə, yoxsa 2000 manat pulu olan kimi. İstənilən normal adam, adekvat ailə başçısı, o ödəməli olduğu borcları çıxır, yerdə qalanına özünün rezervi kimi baxır. Ona görə də Azərbaycan hakimiyyəti xalqı xeyli dərəcədə bu məsələdə də manipulyasiya edir. Azərbaycanın böyük miqdarda dövlət borcları var. Yenə burada da xeyli insanları aldatmaq cəhdi var. Dövlətin adından birbaşa xarici borclar elə də çox deyil. 5-6 milyard səviyyəsinə qədər o enib. Amma əvəzində dövlətin daxili borcları artıb və dövlət şirkətlərinin aldığı borclar artıb. Təsəvvür eləyin, 16-17 milyard dövlətin daxili borclarıdır. O borclar haradan yaranıb? Deməli, istiqrazlar satıb dövlət, deməli, daxildən vətəndaşların qarşısında borclanıb. Eyni zamanda dövlət şirkətlərinin borclarına sahiblənib. Deməli, 16-17 milyard manat daxili borcu var. Onu da gəlin onun üstünə. Üstəlik, deməli, Azərbaycanın dövlət şirkətlərinin, yəni sokar başda olmaqla, bütün bu dövlət şirkətlərinin məsuliyyətini kim daşıyır? Əlbəttə ki, Azərbaycan dövləti daşıyır. Onlar o aldıqları kredit zamanı dövlət zəmanəti təqdim edirlər. Yəni, əgər Azal kimdənsə borc pul alırsa, Azərbaycan Dəmir Yolları kimdənsə borc alırsa, əlbəttə ki, onun zəmanətini Azərbaycan dövləti verir. Və deməli, o borclar da əslində dövlətin borclarıdır. Burada da 21 milyard manatdan artıqdır borclar. Yəni, birbaşa dövlətin xarici borcları, daxili borclar və dövlət şirkətlərinin borclarının hamısını üst-üstə gəlsəz, haradasa 25, hətta 30 milyard dollara yaxın borc var. Amma o rəqəm bizim hamımızda belə təəssürat yaratsın ki, Azərbaycan çox varlıdır, 74 milyard rezervi var. Ona görə də onu bizə təqdim edirlər. Normalda isə bu borc oradan çıxılmalıdır. Və bu rəqəm nəyə görə həm də şişirdilir? Təkcə insanları manipulyasiya etmək deyil, bu həm də insanları aldatmaqdır. Çünki Azərbaycan qanunvericiliyinə görə neftdən gələn gəlirlərin 1/4 xərclənmədən gələcək nəsillərə saxlanmalıdır. Əslində bu çox aşağı rəqəmdir. Çox aşağı. Məsələn, Norveç neft fondunda, onlar pensiya fondu adlandırırlar, yalnız gəlirləri xərcləyirlər. Deməli, o fondun mayası gələcək nəsillər üçündür. Çünki başa düşürlər ki, bu neft, qaz bugün var, sabah yoxdur. Amma bu ölkədə 100 illər, 1000 illər ərzində insanlar yaşayacaqlar. Ona görə də görün, necə mexanizm qurublar. Deməli, hökumətə deyirlər ki, bu il bu fonddan nə qədər qazanc götürəcəksənsə, onu büdcəyə daxil edib xərcləyə bilərsən. Amma fondun özünün əsas vəsaitləri xərclənməyəcək. Amma Azərbaycan hakimiyyəti elan edib ki, 75%-ni bütün neft və qaz gəlirlərini xərcləyəcək. Az gözdülər axı, göz doymur axı. 25%-i qalacaq. Amma indi 25% də qalmır. Məsələ burasındadır ki, 200 milyard dollardan artıq, 210 milyarda yaxın neft fonduna pullar gəlir. Hələ mən o vergi şəklində büdcəyə gələn pulları demirəm də, birbaşa neft fonduna gələn pullar 210 milyarda yaxındır. Neftdən və qazdan gələn gəlirlər. Onun deməli 25%-i 50 milyarddan da xeyli artıq vəsait edir. İndi o borcların hamısı çıxılsa, neft fondunda o boyda vəsait yoxdur. Çünki bu 74 dediyimiz vəsaitin xeyli hissəsi də Mərkəzi Bankın vəsaitidir. Deməli, neft fondunda o 25% neft gəlirləri saxlanmayıb. Burada da xalqı aldatmaq cəhdi var. Neysə, əsas məsələyə keçək ki, bu Azərbaycan dövlətinin varlı olmasının sübutudur, yoxsa kasıb olmasın. Çünki axı biz bir tərəfdə görürük ki, bu ölkədə milyonlarla insan borc dəftərinə yazdırmaqla ərzaq alır. Biz görürük ki, bu ölkədə milyonlarla əmək qabiliyyətli insan var ki, onlar axırıncı dəfə nə zaman belə deyək, imza edib əmək haqqı aldıqlarını, aylıq əmək haqqı aldıqlarını artıq xatırlamırlar. Bir təhər Allah ümidinə günəmuz, bugün nəsə Allah yetirdi,
yemək var, sabah yoxdur, yoxdur. Bu şəkildə yaşayır və milyonlarla uşaq yarı ac böyüyür. Onlar deməli qan azlığından, vitamin çatışmazlığından şikayətlənir. Siz elə bilirsiniz, təsadüfüdür. Azərbaycanlı uşaqlar, gənclər, yeniyetmələr hamısı balaca boy olublar. Azərbaycan nədə çempiondur? Uşaq ölümlərinin sayına görə çempiondur. Azərbaycan nədə çempiondur? Ürək xəstəliklərində, xərçəng xəstəliklərində çempiondur. Gördünüzmü, bu yaxınlarda elan olundu. Bütün Avropada Azərbaycanlıların orta yaşı ən aşağıdır. Yadınızda var necə təbliğatlar var idi ki, Sovet dövründə ay bizim belə gözəl iqlimimiz var, 9 iqlim qurşağı, filan fəsməkan və bütün Avropada ən az ömür Azərbaycanlılardadır. Nəyə görə? Həmin bax bu yoxsulluğun, imkansızlığın, stresslərin, hüquqsuzluğun nəticəsində. Bəs necə olur ki, bu qədər 74 milyard dövlətin pulu var rezervində, amma xalq da bu şəkildə yaşayır. Buna yaşamaq demək olarmı? Nəyə görə yaranıb bu paradoks? Bax, bu barədə danışmaq lazım və hər gün danışmaq lazım bu barədə. Çünki bu ölkənin milli sərvətlərinin bu xalqa demək olar ki, dəxli yoxdur. Kiçik bir qrup bütün o sərvətlərə əl qoyub. O pullar ancaq o həddə deməli xərclənir ki, deməli o pulun əhəmiyyətli bir hissəsi at-qat kimi kimlərinsə cibinə gəlsin. Oradan da oğurlansın, offshore hesablara daşınsın. Ona görə o pulları saxlayıblar. Və bir də ki, açığı biz heç bilmirik ki, o pullar orada doğrudanmı qalıb neft fondunda. Məsələn, bir çoxları, mənim şəxsən dostlarımın da bir çoxları iddia edirlər ki, mən hələ də inanıram ki, o pullar durur. Çünki onu bizim bir gün yoxlamaq imkanımız da olacaq. Və bunu heç kim o cəsarət eləməsin ki, xalqı bu səviyyədə soysun, talan eləsin ki, hətta rezervlər də dağıdılsın. Amma bir çoxları, o cümlədən iqtisadçılar arasında hesab edirlər ki, o pulların da, hələ o rezervdəki pulların da adı var. Əslində onlar da faktiki şəxsi məqsədlər üçün istifadə edilir. Amma hətta o pul orada varsa da belə, həmin hesablarda, müxtəlif ölkələrin iqtisadiyyatını gücləndirirsə belə, əgər bu ölkənin vətəndaşı acdırsa, yoxsuldursa, işsizsə, bu ölkənin vətəndaşının sabaha ümidi yoxdursa, bu ölkənin vətəndaşı yaşaya bilmirsə, bütün bu Avropa coğrafiyasında ən az ömrü Azərbaycanlılar yaşayırsa, deməli ki, o pulun bu millətə dəxli yoxdur. Ona görə də biz deyə bilərik ki, Azərbaycanlılar kasıb, Azərbaycanı idarə edənlər varlıdır. Yaxud Azərbaycan doğrudan da zəngin məmləkətdir, amma o zəngin məmləkətə əl qoyulub. Azərbaycan işğal altındadır. Ona görə də xalqa bunun bir dəxli yoxdur. Və bu məsələnin başqa bir tərəfi də var. Əziz həmvətənlər, bir anlıq təsəvvür edin ki, bütün bu israflardan, bütün bu mənimsəmələrdən, korrupsiyalardan sonra o qalmış elan olunmuş məbləğ var ha, o 74 milyard olsun belə 45-50 milyard, taxşı borcları da çıxandan sonra və s. Onunla Azərbaycanı necə inkişaf etdirmək olardı? Amma həmin pul indi nəyə gətirib çıxarda bilir? Bilirsiniz, bu sual da verilməlidir. Azərbaycanın dövlət rezervləri azdır yoxsa çoxdur? Əlbəttə ki, əgər onlardan düzgün istifadə edilsə, xeyli miqdarda böyük puldur. Azərbaycan özü də balaca ölkədir axı. Təsəvvür edin, baxın o pulların az bir qismi ilə cəmi bir neçə milyardını güzəştli kreditlər şəklində sahibkarlara, gənclərə verməklə kiçik və orta biznesi inkişaf etdirmək olar. Cəmi daha bir neçə milyardını kənd təsərrüfatına ayırmaqla kənd təsərrüfatını qaldırmaq olar. Mən bu özlərinə aid olan monopolistlərin, agroholdinglərini nəzərdə tutmuram. O dövlətin də vəsaitlərinin hesabına o agroholdingləri yaradıblar. 40-50 agroholdingdir. Onun xalqa nə dəxli var ki, mən real fermer təsərrüfatlarını nəzərdə tuturam. Baxın, Azərbaycan ildə 3 milyard dollara yaxın, hardasa 2,5 milyarddan da artıq ərzaq məhsulları almağa xaricə pul xərcləyir. Görün ölkə nə qədər bacarıqsız idarə olunur ki, hətta kənd təsərrüfatı məhsullarında biz ancaq xaricdən alırıq. Deməli, cəmi bir neçə milyard sərmayə qoysan və onu oğurlamasan, onu özünkülərə verməsən, onu at-qatla geri almasan, həqiqətən də nəzarət edib fermer təsərrüfatlarının, kənd təsərrüfatının inkişafına yönəltsən, başqalarının da pul qazanmağından qorxmasan, qısqanmasan, o zaman Azərbaycanın kənd təsərrüfatı qısa müddətdə inkişaf edir. Baxın, deməli, kənd təsərrüfatını bir neçə milyardla qaldırmaq olarmı? Bəli. Kiçik sahibkarlığı, gənclərin özlərinə iş yeri açmağını bir neçə milyardla təmin eləmək olarmı? Bəli.
Azərbaycana xarici sərmayələr gətirmək olar. Baxın, bir hissəsini dövlət qoymaqla bu gün dünyada böyük bir imkanlar yaranıb ki, istehsal sahələri yenidən paylaşır. Baxın, indi bu ABŞ-da hal-hazırda demək tariflə bağlı yaranmış problem indi bütün səhər axşam hamınız hər yerdən eşidirsiniz. Bütün dünyanın kütləvi informasiya vasitələri bu barədə danışır. Amma bilirsinizmi bu işin əsas mahiyyətində nə durur? Amerikada, Avropanın özündə də əmək haqqı o qədər yüksəkdir ki, deməli o adi sənaye məhsullarını orada istehsal etmək sərf eləmir. Baxın, ona görə ki, Meksika o qədər mal satır ABŞ-a, Çin, Hindistan, deməli Vyetnam, Kamboca, bunlar hamısı, Malayziya, bunların hamısı deməli Amerikaya böyük miqdarda 100 milyardlarla dollarlıq mal satır. Bu dövlətlərin heç birinin əhalisinin belə deyək, savadlıq səviyyəsi Azərbaycandan yüksək deyil. Konkret olaraq baxın, ən yüksək texnologiyalı bu saat hal-hazırda sənaye məhsulu, elektrotexnika məhsulu nədir? iPhone-lar harada istehsal olunur? Çində, Hindistanda, əsasən bu ölkələrdə istehsal olunur. Yaxşı, Azərbaycanda niyə belə məhsullar istehsal oluna bilməz? Axı, bu hakimiyyət Azərbaycan müstəqil olandan sonra nə görüb ki, qısa bir fasilədən başqa, deməli, ancaq bu ailənin hakimiyyəti olub. Və bu hakimiyyətə qədər Azərbaycanın bütün dünya qəbul edir ki, keçmiş Sovet İttifaqının tərkibində savadlıq səviyyəsi hər halda Hindistandan da, Çindən də yüksək olub. İndi deməli deyirlərsə ki, Azərbaycanlılar artıq savadsızlaşıb və Hindistanlıların, Malayziyalıların, Çinlilərin gördüyü işi görə bilməz, buna görə də cavab verməlidirlər ki, o cür xalqın təhsilini necə məhv ediblər ki, indi deyirlər ki, Azərbaycanlılar artıq elementar işləri də görə bilməz. Yox, əgər görə bilərsə, niyə görə bu ölkədə heç bir şey istehsal olunmur? Hətta yüngül sənaye məhsullarının da 80%-dən artığı ölkəyə xaricdən getirilir. Mən elektrotexnikadan danışmıram, maşın qayırmadan danışmıram, dəzgahlardan danışmıram. Təbii ki, bunların ciddi məhsulların istehsalının heç bir Azərbaycanda yoxdur. Amma bunun hamısını qurmaq olar, əziz həmvətənlər. Qurmaq olar, ölkənin təhsilinə pul yatırıla bilər. Mən bundan əvvəlki proqramların birində danışmışdım. Qazaxıstan, mən indi haradan misal çəkim? Avropadan misal çəkəsi deyiləm ki, Yaponiyadan misal çəkəsi deyiləm ki, siz də deyəsiniz ki, onlar hara, biz hara. Qazaxıstan öz ölkəsində 30 aparıcı universitetlə bircə universitet qurub. Dünyanın 30 aparıcı universiteti ilə. Bu yaxınlarda deməli göstərirlər Bauman Texniki İnstitutunun Moskvada tələbə deməli yataqxanalarını. Təsəvvür edirsiniz, indi mən Rusiyanın bilirsiniz ki, kəskin tənqidçilərindənəm. Orada da avtoritar rejim, işğalçı hökumət, orada da heç xalqa düzəlməli hörmət qoyulmur. Amma hətta Rusiyada institutun yataqxanası, bilirsiniz necə binalar tikiblər? Məsələn, Bakıdakı o alov qüvvələri kimi, nə bilim bu özlərinin yeni həyat kompleksi kimi, baxın elə binalar tikiblər. Demək, otel otaqlarını oxşuyur, tələbə yataqxanasının imkanları, otaqları. Tələbələrə bu cür baxırlar, ali məktəblərə belə baxırlar. Mən görün misalları haradan çəkirəm? Qazaxıstandan, Rusiyadan. Mən danışmıram ki, İsveçrədə belədir, Almaniyada belədir, Böyük Britaniya belədir, Yaponiyada belədir. Yox, mən Azərbaycanla müqayisə oluna bilən ölkələrdən danışıram. Deməli, bu təhsilə qoyula bilərdi bu pulların bir qismi. Çünki təhsilə qoyulsa, daimi pul gətirə bilərdi həmin vəsaitlər. Amma indi orada yatıb. Bəlkə də yatmıyıb, özləri üçün işdir, amma millət üçün yatıb. Deməli, o pullar orada yatıb və indi nə təhsil inkişaf edir, nə ölkədə real iqtisadiyyat var. Deməli, ölkənin büdcəsi tamamilə neft gəlirlərindən asılıdır. İndi o hissəsinə cavab verirəm. Bu pul azdır, yoxsa çox? İstifadə olunsa çoxdur. İstifadə olunmasa, bir böhranda cəmisi 2-3 ilin ərzində xərclənib bitəsi qədər puldur. Nəyə görə? Çünki Azərbaycanın real iqtisadiyyatı olmadığına görə hər il Mərkəzi Bank deməli büdcəni doldurmaqdan ötürü neft fondundan aldığı hardasa 7 milyard dollara qədər pul satır, onu keçirdir, birbaşa transferlə 12-13 milyard manat transfer edir neft fondundan dövlət büdcəsinə. Yəni bir anlıq düşünün ki, indi neftin qiyməti düşməyə başlayıb, istehsal da düşür aşağı. Goldman Sachs deməli dünyanın ən məşhur banklarından biri hesablayır ki, gələn il bu hətta bir bareli 40 dollara düşə bilər. Dövlətin borcudur. Pis senarilərdə düşünsün. Birdən bu qiymətlər düşsə, deməli Azərbaycanın dövlət neft fondu böyük miqdarda gəlir əldə eləməsə, o zaman nə olacaq?
Azərbaycan dövlətinin büdcəsini belə doldurmaq mümkün olmayacaq. Məcbur olacaqsan o rezervlərə əl atacaqsan. Azərbaycanın indi hal-hazırda pulu zorla saxlanılıb, bu manatın kursu 1,7 manat 1 dollar kursu. Bu süni şəkildə saxlanılıb. Bu dayanıqlı deyil. Sabahları bazara buraxsan onu, o bilirsiniz hara gedib tutar. Deməli, onun da arxasında real məhsul yoxdur. Beləliklə, ölkənin pulu zorla saxlanılıb, onu saxlamaqdan ötürü böyük vəsait lazımdır. Ölkənin büdcəsi süni şəkildə doldurulur neft pulu hesabına. Real iqtisadiyyat yoxdur və hər hansı bir böhran olsa, o böhranın nəticəsində bizim o rezervlər qiymətdən düşsə, gəlmişəm, o qiymətli səhim, deməli, kağızlar qiymətdən düşəndə bizim rezervlər də qiymətdən düşür. Deməli, hər hansı bir böhran olsa və o cümlədən neft və qaz gəlirləri bir neçə il ardıcıl az olsa, o zaman bizim o rezervlərdən də heç nə qalmaz. Və nəticədə nə olar? Azərbaycanlılar, deməli, necə deyirlər, qızınmadıq istisinə, kör olduq tüstüsünə. 20-25 ilin ərzində neft mənimsənildi, nə gələcək nəsillərə xərcləndi, nə millətin təhsili quruldu, səhiyyəsi quruldu, iqtisadiyyatı quruldu və qaldı quru yerdə. Bu perspektiv ola bilər, əziz həmvətənlər. Ona görə də bilin ki, ölkəni hal-hazırki hakimiyyət səriştəsiz idarə edir, azgözcəsinə idarə edir, idarə etmənin əsas prinsipi korrupsiyadır və Azərbaycan xalqından çəkinmədən idarə edir. Bunun hamısına görə mümkün olur ki, xalq faktorunu yaddan çıxardıblar, unudublar, qoyublar kənara. Xalqla hesablaşmırlar, özlərini xalqa borclu bilmirlər, xalqın səsindən asılı deyirlər. Ona görə də bütün bunların hamısını rahatlıqla eləyə bilirlər.